Amerikalı senatörlere imza etmek üzere. Şimdi aramızda bir ablamız var. Karabağ'da, Azerbaycan'da gece uyurlarken kafaları kırılıp Rus askerleriyle ermeni insanlar beraber girip evlerini yaktıklarında Cenab-ı Allah'ın lütfuyla kurtulup buralara gelmiş, aramıza katılıp bize destek vermiş. Sevgili Zemine Hanım birkaç bir şey paylaşmak istiyor. Kendisini davet ediyoruz sadece. Belə demiş. Heydər Əliyev. Heydər Əliyev. Belə demiş və ürəyində yaşatmış, belə arzulamış böyük Atatürk. Azərbaycan dayanır. Böyük Türk xalqına hər vaxt xeyir, üzünə gələn sabahı, gələcəyi xeyir, uğurlu, xoş, xoşbəxt evlatları da qoyunlar, Qarabağ şəhidləri çəkdiyi günləri görməsin. Gör o Türk xalqı bir daha şəhid verməsin, qəhrəmanlar yetişdirsin. Azərbaycan xalqı, Türk xalqı bir dəqiqədə 10 minlərlə Qarabağda şəhid olan şəhidlərimizin xatirəsini bir dəqiqədə sizinlə yad edib hamınızı ayağa durmağa dəvət edirəm. Bəla, dərd görməyəsiniz. Çox sağ olun. Biz iki millət bugün bura, bir millət iki dövlət bugün bura ona göre gelişir ki, biri Türk dövləti desin ki, ona böhtan atırlar. O birisi ise Azərbaycan dövləti desin ki, soyunun yaradan, genosoid yaradan erməni dövləti özüdür ki, son illərdə Bizim bayraklar bunlar. birinci əsir ərəfəsində 10 minlərlə Azərbaycanın Qarabağda şəhid. Somebody takes it. 1 milyon qaçqını, köçkünü var Azərbaycanın. 20 faiz torpağı Azərbaycanın və Türkiyənin Kameraya al. əsrin əllərində Osmanlı İmperiyası Rusiya ilə döyüşərkən, vuruşarkən, arxada ona xəyanət edən, illər boyu onun çörəyin yiyən, onunla birlikdə bir yerdə yaşamış erməni milləti neynədi? Onu saxdı, xəyanət etdi, Ruslara saxdı. İndi isə onu genəsiz adlandırır. Nəyə görə? Çünki bana bu istəyir Türk dövlətindən və ömrü boyu heç vaxt sərhəddə olmayan erməni milləti nə istəyir? Hara getdi, hardan qolunu, hardan onu çörək verdilər, ona yer verdilər, o torpağı ələ keçirməyə çalışdı. Və beləliklə 19-cu əsrin əvvəllərində yerləşdirən, Qarabağa yerləşdirən